Yaydı, sezon meyvələr var, yəni mövsüm meyvələr var, gilas var, vişnə var, çiyələk var. Hər birindən istifadə edə bilərik. Piroq hazırlayıq, sadə bir piroqdur. İndi biz bura əlavə eləmişik, resepti soruşanlar. Əlavə eləmişik 1 stəkan pesok, 2 stəkan un, 120-150 qramacan yağ. Umac hazırlayırıq. Üzərinə yarım stəkan, 3 xörək qaşığı. Bax. Bu indi biraz duru fason deyil. Eybi yox. Qırağına. 3-4, mən çox götürdüyümə görə tələbələrimiz çoxdur. Ona görə mən biraz əlavə eləyəsi oldum. Qatıq əlavə elədim. Azca soda əlavə eləyirik. Soda. Dədə-babadan istifadə elədiyimiz soda. Qaşığın ucunda. Bunu biraz belə eləyirik. Fermentasiya yəni olunsun, biraz köpsün. Və bunu qarışdırırıq. İstəyə görə qatığı 3 xörək qaşığı eləyib, bir dənə, 2 dənə də yumurta əlavə eləyə bilərsiniz ki, xəmir biraz yumuşaq, duru olsun. Biz meyvə ilə elədiyimizə görə, bax, bu cürünə hazırlayırıq. Bu cürünə. Və burada gilasımız var. Dibində suyu var bunun. Gilasdır, qara gilas. Çalışıram, yox, suyu yoxdur, çox qəşəng. Bunu qarışdıracağıq, listə əlavə eləyəcəyik, səliqə ilə qoyacağıq bişməyə. Çox qəşəng piroq hazırlanır. Yumurtasız da eləyə bilərsiniz, yumurta ilə də eləyə bilərsiniz. Yəni, heç bir problemi olmur. Tələbələrim də bilir ki, mən yumurta yemirəm deyə, ona görə yumurtasız hazırlayırıq. Bunu indi bu listə yastılayacaq, qoyacaq bişməyə. 180 dərəcədə haradasa 20-25 dəqiqə ərzində bişir. Bunu meyvə vurmayın, şokolad da vura bilərsiniz, damla şokolad. Yəni hazırlanır. Sənin əlində əlcək var, sən bunu qəşəng səliqə ilə yaygına listin içinə. Çox böyük yayma əl qarnına. Burayıcan gəlsin, buradan burayıcan. Çox qırağa getmir. Belə. İndi listimiz böyüdür, fərqi yoxdur. Axmır, əriyib getmir. Çox bək basma, meyvələr hamısı bir tərəfdə qalmasın. İndi pişəndən sonra bunların hamısının da hazırlanmasını göstərəcək sizə. Bunu için siyirgin sən bir dənə. Vermir. Ay, sağ. Qorxma, biraz yassıla, gətir burayıcan. Belə bərk olmur, yenə də deyəm, çox soçunu qəşəng piroq alınır. Yassıla biraz. Bu yandan götürür, əyri tərəfindən qoyuruq, eyni gəlsin. Yəni, burada gilaslar laf bu yana çox düşüb. Elə ki, gilaslar bu yana gəlsin. Yayma, indi tələbələr özləri hazırlayır deyə. Sox ol, nə al? Ay, sağ ol, süpersən. Atdıq 180 dərəcədə bişməyə. Qorxma. 20-25 dəqiqə ərzində qəşəng pişəcək. Gəldim, gəldim. Öf. Əlim yandı. Maskamı çıxartmışam, ona görə aralı yanacağım. Və əlimizin yanmamağı üçün nə etməliyik? Yəni, bunu belə rahat keçirtdim də bura. Düz sola. Lüboy fasonda eləyə bilərsiniz. İçində bol gilası var. Burası biraz soğuyandan sonra daha yaxşı olar. İsti-isti doğramaq bilirsiniz olmaz, amma pıça-pıça olduğu bilinir. Belə, ya da bir belə paxlava kimi soq kesin. Yenə də deyəm, isti doğradığımıza görə yəni pişməyinə 100% pişib, yaxından göstər. Bunu değişirik, bunu qoyuruq. Zövqə görə üstünü hansısa bir souslarla eləyə bilərik. Şokolad sousu, vapşeyi. Biraz şokolad içində bərkiyib. Ən qəşəngi. Və yanına da bir dənə, bir balaca. Akurat səliqə ilə belə. Düşürük. Şokoladını qoyuruq. Yəni, burada fövqəladə heç nə yoxdur. Sadə özümüz üçün yayda bişirdiyimiz şirniyyat. Şokolad yiyəcəm, səni.